Son zamanlar ən çox danışılan mövzulardan biri dini məsələlərdir. Bu mövzuların ən məşhurlarından biri dini hökmlərə və alimlərə tabe olmaq məsələsidir. Günümüzün bəzi dırnaqarası din adamları insanları alimlərin yolundan uzaqlaşdıraraq İslamın hökmlərinin tam mənasıyla yaşanmasının qarşısını almağa çalışırlar. Modernizm, yenilikçilik, Qurana tabe olmaq adı altında insanlara ibadət etməyən, mənəvi dəyərlərdən uzaq insanları ideal insan kimi çatdırmağa çalışırlar. Bunların hər birinin dediyi ortaq bir söz var ki, o da Quran bizə kifayət edər, heç bir izaha və şərhə ehtiyac yoxdur. Bunlara görə heç Peyğəmbərin sözlərinə belə ehtiyac yoxdur. Çünki onsuz da onlara görə Peyğəmbərin vəzifəsi sadəcə ona bildiriləni insanlara çatdırıb, sonra da ölməkdir. Digər tərəfdən bunu deyən insanların Quranı düzgün anlayaq, əsl İslam budur şüarları ilə kitablar yazdığını görürük. Təkcə bununla da qalmır. Sosial şəbəkələrdən müxtəlif məqalələr vasitəsilə İslamı insanlara anlatmağa və Quranı izah etməyə çalışırlar. Deməli, bu insanlar heç öz sözlərində səmimi deyirlər. Əslində, Quranın və dinin bir izaha, yönləndirməyə və şərhə ehtiyacı olduğunu yaxşı bilirlər. Lakin ya bilərək, ya da bilməyərək bunu örtbasdır etməyə çalışırlar. Yəni, qısacası, Peyğəmbər kimi olma, Peyğəmbər kimi düşünmə, sahabə kimi düşünmə, bizim kimi düşün, bizim kimi ol, bu zaman qurtulacaqsan, deyirlər. İslam bir ideologiya deyil, bir yaşam tərzidir və seçimdir. Əgər bir mərkəzə, bir şərhə tabe olunmazsa, insan sayısı qədər İslam anlayışı ortaya çıxar ki, bu da İslamın yox olması deməkdir. Kim bilir, bəlkə də bu fikirləri ortaya atanlar elə İslamı yox etməyə çalışırlar. Velhamdülillahi Rabbil alemin.